İlk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Allah Taala'nın həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir. Biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və sonra bil ki, Allah Taala xəlq edib bizi mühüm bir qayə üçün, ibadəti üçün və bu ibadət sayəsində təqvanı hasil edə bilməyimiz üçün, təqvaya, Allah qorxusuna yələnə bilməyimiz üçün və əmr edib ki, damiyyətli olaraq bu ibadəti edək, yayınmayaq bu ibadətdən. Ya eyyuhənnəs, u'budu rabbakum. Ey insanlar, Rəbbinizə ibadət edin. Əl-ləzi xalaqakum vəl-ləzina min qablikum ləalləkum təttəqun. Hansı ki, sizi xəlq edib, necə ki, sizdən əvvəlkiləri xəlq etmişdi. Bəlkə Allahdan qorxasınız və əmr edib ki, bu ibadətdə ixlaslı olaq, uzaq olaq şirkdən, xurafatdan, bidətdən, riyadan. وَعْبُدُوا مُخْلِسِينَ لَهُ الدِّينَ. Dini xalis olaraq Allah üçün edərək ibadət edin. Və bil ki, ən böyük fitnələrdən hansı ki, bəndə və ya qul bu ibadətdə düşür bu fitnəyə, bu bəlaya düçar olur. O da riyadır. İbadətində riyakarlıq etməsi, ibadətini kiməsə göstərməsi, kiməsə eşitdirməsi, ona görə də riya bəladır, salih əməlin bəlasıdır. Hansı ki, qul qalxır edir bu əməli, bu salih ibadəti, namazını qılır, sədəqəsini verir, orucunu tutur, gecə namazlarına qalxır, Allah'ı zikr edir, şeytan daxil olur qəlbinə. Şeytan daxil olur onun nəfsinə, əməlini fasid etmək üçün, batil etmək üçün, puç etmək üçün və əməlini kiməsə göstərir məxluqatdan və ya kiməsə eşitdirir. Ona görə sələflər, ümmətin salih sələfləri, səhabələr qorxardılar əməllərinin riya ilə puç olmasından. Əksinə Peyğəmbər sallallahu aleyhi və səlləm qorxardı ümməti üçün riyadan, hansı ki gizlin şirkdir. Qorxardılar nəfsləri üçün.